Studentlər, bugünkü dərsimizdə impulsun saxlanması, qeyri-elastiki toqquşma haqqında, düsturlar haqqında qısa bir məlumat verəcəm. Başlayaq impulsdan. Impuls nədir? Impuls cismin hərəkət miqdarını müəyyən edən fiziki kəmiyyətdir, vektorial fiziki kəmiyyətdir və cismin impulsu P hərfi ilə işarə olunur və cismin kütləsi ilə sürətinin hasilinə bərabərdir. Cismin impulsu P bərabərdir mv düsturuna əsasən cismin impulsu sürətlə düzmütənasib asılıdır. Cismin impulsu kütlə ilə düzmütənasib asılıdır. Yəni kütləsi böyük olanın impulsu böyükdür, sürəti böyük olanın impulsu böyükdür və cismin impulsu həmişə sürət istiqamətində yönəlir. Cisim hansı istiqamətdədirsə, sürət hansı istiqamətdədirsə, impuls da həmin istiqamətdə yönələcək. Və bizim cismin impulsu sürətlə düz mütənasib asılı o deməkdir ki, sürətimiz nə cür dəyişəcəksə, zamandan nə cür asılı olacaqsa, impuls da o cür asılı olacaq. Məsələn, düz xətli bərabər sürətli hərəkətdə sürətimiz qiymət və istiqamətcə sabit olduğuna görə impulsumuz da qiymət və istiqamətcə sabitdir. Məsələn, çevrə üzrə hərəkətdə, bunu da qeyd eləyək, çevrə üzrə hərəkətdə məsələn, sağ əqrəb istiqamətində sürətimiz toxunan istiqamətdə yönəlir. Sürətimiz toxunan istiqamətdə yönəldiyinə görə impulsumuz da toxunan istiqamətdə yönəlmiş olacaq. Məsələn, tutaq ki, bizə desə ki, düz xətli hərəkətdə cismin sürətinin zamandan asılılıq qrafiki verilmişdir. Impulsun zamandan asılılıq qrafikini təyin edin. Avtomatik biz impulsun da zamandan asılılığını sürətin zamandan asılılığı kimi qəbul edəcəyik. Yəni, sürət cismin hərəkətini müəyyən eləyir, impuls isə cismin hərəkət miqdarını müəyyən eləyir. Çünki burada cismin kütlə anlayışı da mövcuddur. Biz Newton ikinci qanundan yazası olsaq, F bərabərdir MA ifadəsini yazarıq. Və mən burada A-nın yerinə V minus V0 bölünsün T yazaram. Və gətirib bu ifadəni düsturumuzda yerinə yazsaq, T-yə vursaq hər tərəfə alarıq FT bərabərdir. Delta T yazalım, gəlin bunu. FT bərabərdir. M vurulsun V çıxılsın, M vurulsun V0. Bu bizdən ötürü son impulsdur. Bu isə bizdən ötürü başlanğıc impulsdur. Demək ki, bizim F vur delta T'miz nəyə bərabər imiş? Impulsun dəyişməsinə bərabər imiş. Ona görə deyirik ki, impulsun dəyişməsi qüvvə impulsuna bərabərdir və F vurulsun T düsturu ilə hesablanır. Buna deyəcəyik biz qüvvə impulsu. Qüvvə impulsu vektorial kəmiyyətdir, impulsun dəyişməsidir və əvəzləyici qüvvə istiqamətinə yönəlir. Məsələn, artıq şəkili çəkmişkən bunu da qeyd edək. Çevrə üzrə hərəkətdə əvəzləyici qüvvəmiz çevrənin mərkəzinə doğru yönəldiyinə görə bizim qüvvə impulsumuzda çevrənin mərkəzinə doğru neynəyəcək, yönələcək. Yəni, çevrə üzrə hərəkətdən bizə iki tip sual düşür. Bir, cismin impulsunun istiqamətinin tapılması. Cismin impulsunun istiqamətinin tapılmasını istəyirsə, demək ki, impuls sürət istiqamətində, yəni toxunan istiqamətdə yönələcək. Amma bizdən qüvvə impulsunu istəyirsə, qüvvə impulsu əvəzləyici qüvvə istiqamətində yönəlir. Ona görə də qüvvə impulsumuz çevrə üzrə hərəkətdə çevrənin mərkəzinə doğru, çünki əvəzləyici qüvvə istiqamətində yönəlməlidir. Bu oldu bizdən ötürü impulsun dəyişməsi anlayışı. Gəlin impulsun saxlanmasına baxaq. Yəni buradan gəlin əvəzləyici qüvvəni tapaq əvvəlcə. Əvəzləyici qüvvəmiz bərabər olacaq delta P bölünsün T. Delta T. Artıq bu bizdən ötürü impulsun zamana görə birinci tərtib törəməsi deməkdir. Baxın, impulsun dəyişməsi qüvvə impulsu. İmpulsun dəyişmə yeyinliyi isə impulsun dəyişmə yeyinliyi. Nəyə bərabərdir? Əvəzləyici qüvvəyə bərabərdir. Burada da iki tip sual soruşa bilər bizdən. İmpulsun dəyişməsi qüvvə impulsuna bərabərdir. İmpulsun dəyişmə yeyinliyi isə qüvvəyə, əvəzləyici qüvvəyə bərabərdir. Buna aid məsələ nətər düşə bilər bizə? Düzdür, nümunə məsələlərimizdə izah edəcəyik. Tutaq ki, bizə deyəcək ki, impulsun 2T üstə gəlsin 3T kvadrat şəklində tənliyi verilmişdir. T bərabərdir 2 saniyə ərzində bu cismə təsir edən əvəzləyici qüvvəni tapın. Avtomatik biz bilməliyik ki, əvəzləyici qüvvə impulsun törəməsidir zamana görə.
Yəni biz 2t üstəgəlsin 3t kvadratından törəm alacağıq. Onda bizim qüvvəmiz 2 üstəgəlsin 6t şəklinə düşər. 2 saniyə ərzində əvəzləyici qüvvəni istədiyinə görə 2 üstəgəlsin 6 vurulsun 2 eləyər bizdən ötürü 14 Newton. Bax, bu da bizdən ötürü qüvvə impulsun dəyişmə yeyinliyinə aid ifadəmiz. Təkrar deyirəm, impulsun dəyişməsi qüvvə impulsu adlanır, impulsun dəyişmə yeyinliyi isə əvəzləyici qüvvə adlanır. İndi biz mütləq elastiki toqquşma zamanı cisimlərin impulsunun saxlanmasından danışacağıq. Ümumiyyətcə, qapalı sistem nədir? Xarici mühitlə heç bir qarşılıqlı əlaqəsi olmayan, yəni xarici qüvvələrin əvəzləyicisi sıfıra bərabər olan sistemə qapalı sistem deyilir və qapalı sistemdə enerji və impulsun saxlanma qanunu ödənir. Tutaq ki, M1 kütləli cisimimiz V1 sürəti ilə, M2 kütləli cisimimiz isə V2 sürəti ilə gəlir, toqquşur. Toqquşduqdan sonra elastiki toqquşmadan gedir söhbət. Bu V2 iştirik sürətindən geri qayıdır, bu isə V1 iştirik sürətindən geri qayıdır. O zaman cisimlər bu nöqtədə toqquşanda artıq Newtonun 3-cü qanunu ödənir, F1 mənfi F2-yə bərabərdir. Onda biz hər tərəfi delta T-yə vura bilərik. Bərabərliyin hər tərəfini delta T-yə vursaq, artıq biz impulsun dəyişməsini tapmış oluruq. Yəni delta P1 bərabərdir mənfi delta P2-yə. Delta P1-i necə yazacağıq? Başlanğıcımız M1V1-dir, yəni P1 iştirik daha doğrusu çıxılsın P1 bərabərdir P2 iştirik çıxılsın P2. Yəni sondan başlanğıc çıxanda kəmiyyətin dəyişməsini alırıq. Bu amma qarşıda mənfi işarəsi də var. İndi iştirik olanları bir tərəfə iştirik, sizləri bir tərəfə keçirsək belə bir ifadə alarıq. P1 üstə gəlinsin P2 bərabər olur P1 iştirik üstə gəlinsin P2 iştirixə. Yəni bu o deməkdir ki, başlanğıc andakı impulsların həndəsi cəmi son andakı impulsların həndəsi cəminə bərabərdir. Üstə gəlinsin M2 V2 iştirix. Bax, bu ifadəyə biz deyəcəyik impulsun saxlanma qanunu. Yəni, başlanğıc anda bizim impulsumuz nə qədərdirsə, son anda da impulsumuz o qədər olmalıdır. İmpuls dəyişmir. Məsələn, tutaq ki, başlanğıc anda cisimlərin impulsları, yəni yekun impulsumuz məsələn 10 kiloqram metr bölünsün saniyədirsə, toqquşmadan sonra birinci cisimin impulsu məsələn 5 olarsa, ikinci cisimin impulsunu bilmirik, x olar. Artıq bunların ikisinin cəmi nəyə bərabər olmalıdır? Başlanğıc andakı impulsa. Artıq bizim digər cisimimizin impulsu neçə olar? 10 çıxılsın 5, o da eləyər 5 kiloqram metr bölünsün saniyə. Burada onu da qeyd eləyək. Bizim impulsumuzun vahidi 1 kiloqram metr bölünsün saniyədir. Qüvvə impulsumuzun vahid olaraq soruşsa 1 Newton saniyə yaza bilərik. Bu tip soruşar. Əsas vahidlərlə ifadəsini istəsə, amma yenə də kiloqram metr bölünsün saniyədir. Belə, bax bu da impulsun saxlanma qanunu. Yəni başlanğıc anda impulsumuz nə qədərdirsə, son anda da impulsumuz o qədər olmalıdır. Biz burada təbii ki, vektori cəmdən danışdıq. Artıq biz istiqamətə görə proyeksiyada işarələrimizi yerinə yazacağıq. İndi gəlin qeyri-elastiki toqquşma zamanı toqquşmadan sonraki sürətlərimizi təyin edək. Qeyri-elastiki. Birinci. Tutaq ki, bizim cisimlərimizdən biri müəyyən bir V1 sürəti ilə hərəkət eləyir, digəri isə sükunətdədir. Qeyri-elastiki toqquşma demək ki, toqquşduqdan sonra cisimlər birləşərək hərəkət edəcəklər. Başlanğıc anda bizim impulsumuz, artıq mən moduldan danışıram, M1 V1 üstə gəlinsin 0 bərabərdir. Toqquşmadan sonra olacaq M1 plus M2 vurulsun V iştirik. Toqquşmadan sonraki sürətimiz onda olur M1 V1 bölünsün M1 plus M2. Sonra ikinci hal. Cisimlər qarşı-qarşıya gələ bilər. Bu şəkildə V1 V2 sürəti ilə M1 kütləli cisim, M2 kütləli cisim. Onda
Toqquşmadan sonraki impulslarımız əks istiqamətdə olduğuna görə çıxacaq. M1 V1 çıxılsın M2 V2 bərabərdir. M1 plus M2 vurulsun V2. Onda toqquşmadan sonraki sürətimiz olur. M1 V1 çıxılsın M2 V2 bölünsün M1 plus M2. Burada toqquşduqdan sonra cisimlər hansı istiqamətdə gedəcək? İmpulsu böyük olan istiqamətdə. İmpulsu böyük olan istiqamətdə hərəkət edər. Və nəhayət üçüncü hal, cisimlər eyni istiqamətdə hərəkət edə bilərlər. Burada təbii ki, arxadakı cismin sürəti böyük olması lazımdır ki, ona çalışsın. Burada isə düsturumuz belə olacaq. M1 V1 üstəgəlsin M2 V2 bərabərdir. M1 plus M2 vurulsun V2. Onda V2'imiz bərabər olar. M1 V1 üstəgəl M2 V2 bölünsün M1 plus M2. Bax, bu impulsun saxlama qanunundan istifadə edərək qeyri-elastik toqquşmadan sonraki cisimlərin sürətini təyin etməyi bacardıq. Bu qədər şagirdlər, əsas düsturları qeyd elədim. Bizə hansı düsturlar lazımdır, onları qeyd elədim. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın, paylaşın. Şərh bölməsində də hansı mövzudan, hansı sualların izahını istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Diqqətinizə görə sağ olun. Təşəkkürlər.